Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Müqəddəs kitab deyir: "Meynə mənəm, sizsə budaqlarsınız. Kim məndə qalsa, mən də onda qalsam, çoxlu bəhrə verər. Çünki mənsiz heç nə edə bilməzsiniz." Salam əziz dinləyicilərimiz. Bugün sizə təbiətin şirin möcüzəsi, yəni üzüm haqqında danışacağam. Üzüm tarix boyu bolluq və firavanlıq rəmzi olub. Qədim Misirdə, Yunanistanda və Romada onu həm qida, həm də müalicə vasitə kimi istifadə edirdilər. Müqəddəs kitabda üzüm bağları Allahın bərəkəti və xalqına verdiyi nemət kimi təsvir edilir və o dünyanın ən qədim becərilən meyvələrindən biridir. Gəlin isə bir yerdə üzümün bizim sağlamlığımıza hansı müsbət və mənfi təsirləri var deyə onlara baxaq. Üzümün birinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, o güclü antioksidant mənbəyidir. Üzüm, xüsusilə qırmızı və qara üzüm, resveratrol və flavonoidlər kimi antioksidantlarla zəngindir. Bu maddələr ürək sağlamlığını qoruyur, damarların elastikliyini artırır və xərçəng riskini azaldır. İkinci, o immuniteti gücləndirir. Üzümün tərkibində C və K vitaminləri, kalium və lif var ki, bu da bədənin müdafiə sistemini gücləndirir və iltihab əleyhinə təsir göstərir. 3. O beyin üçün faydalıdır. Resveratrol beynindəki qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır. 4. O həzm sistemini dəstəkləyir. Üzüm tərkibində həll olunan liflər və su olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbzlik problemini azaldır. 5. O dəri və göz sağlamlığına müsbət təsir göstərir. Üzümün tərkibində olan karotinoidlər və lutein göz sağlamlığını qoruyur, dərinin qocalmasının qarşısını alır və dərini parlaq edir. Və sonuncu, o enerji mənbəyidir. Üzümün tərkibində olan təbii şəkərlər, fruktoza və qlukoza bədənə sürətli enerji verir. Xüsusilə idmanla məşğul olanlar üçün əla seçimdir. Amma bununla yanaşı bir neçə gəlin onun mənfi xüsusiyyətlərinə də nəzər salaq. Birinci, onun şəkər tərkibi yüksəkdir. Üzüm çox miqdarda istehlak edildikdə qan şəkərini yüksəldə bilər. Bu da diabet xəstələri üçün problem yarada bilər. 2. Allergik reaksiyalar yarada bilər. Bəzi insanlarda üzümə qarşı allergik reaksiyalar ola bilər ki, bu da qaşınma, nəfəs darlığı və şişkinlik kimi problemlərlə nəticələnir. 3. Həddindən artıq istehlak edildikdə həzm problemləri yarada bilər. Üzüm çox miqdarda yeyildikdə ishal və qıcqırma kimi həzm problemlərinə səbəb ola bilər. 4. Pestisid qalığı riski var. Bazarda satılan üzüm tez-tez pestisidlərlə emal edildiyi üçün üzümü yaxşı yumaq lazımdır. Əks halda kimyəvi qalıqlar orqanizmə mənfi təsir göstərə bilər. Və sonuncu, böyrək xəstəlikləri üçün problem yarada bilər. Üzümün tərkibində olan yüksək miqdarda kalium böyrək problemləri olan insanlarda fəsadlara səbəb ola bilər. Nəticədə üzüm təbii vitamin və antioksidant mənbəyidir. Ürək sağlamlığını qoruyur, beyin və dərini gücləndirir. Amma hər qidada olduğu kimi bilirik ki, moderasiya ilə istehlak edilməlidir ki, mənfi təsirlərdən qaçınılsın. Allah bizə bərəkət və sağlamlıq üçün üzümü bəxş edib. Ondan doğru istifadə etməyi biz bacarmalıyıq. Bu podkastı dinlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərdə görüşənədək hər zaman sağlam və gümrah qalın.